Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi ballı, qozlu, çox dadlı bir tort hazırlayacağam. Kişi idealı tortu hazırlayacağım. Bunu necə hazırlayıram? Buyurun, izləyin. Bunun üçün bizə nə lazımdır? 6 ədəd yumurta, 1 stəkan şəkər tozu, 2 yemək qaşığı bal əlavə edib, ağarıb həcmi artana qədər qarışdırıram. Bunu mikserlə yaxşı-yaxşı qarışdırırıq. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Artıq gördüyünüz kimi ağarıb, həcmi artıb. Mikseri saxlayıram. Üzərinə 1 stəkan qoz əlavə edirəm. Rəndədən keçirdiyim qozu. 200 qram qaymaq əlavə edirəm. Əslində buna qaymaq yox, xama əlavə etməli idim. Xama olmadığı üçün mən qaymaqdan istifadə elədim. Bunları çırpıcı ilə yaxşı-yaxşı qarışdırıram. Artıq mikserdən istifadə etmirik. Bunu yaxşı-yaxşı qarışdırdım. Üzərinə otaq temperaturunda əritdiyim 200 qram yağ əlavə edirəm. Və 2 stəkan unu əliyərək əlavə edirəm. Bunu yenidən yavaş-yavaş qarışdırıram. İnanın ki, çox dadlı, ləzzətli bir tort alındı. Üzərinə 1 paket kabartma tozu, 1 paket vanil əlavə edəcəm. Səhifəmdə müxtəlif cür tortlar hazırlamışam, videoları var. Amma bu da bir fərqli tortdur. Düzdür, bunu da hazırlamışam, bir dəfə hazırlamışam. Bu da ikinci dəfə də hazırlayıram. Çox dadlı, ləzzətli bir tortdur. Gördüyünüz kimi xəmirimiz hazır oldu. Bunu tavaya əlavə etdim. Altına kağız sərmişəm. İlk öncə yarısını əlavə etdim. Gördüm ki, yox, azdır. Böyük tavada elədiyim üçün hamısını əlavə etdim. Və bunu bişirdim. 180 dərəcədə bunu bişirdim. Artıq biskvitimiz bişib, hazır olub. Kağızı çıxardıram altından. Gördüyünüz kimi kağız da rahat çıxır. Biskvitimizi 2 yerə bölürəm. Mən 2 tava hazırladım biskvit. O birisini çəkməmişəm, eyni qayda olduğu üçün. Artıq biskvitimiz hazır oldu. Kremimizi çalıram. Kremimiz də bu dəfə asant hazırlayacağam. 200 qram yağdır. 1 qutu qatlaşdırılmış süd. Asant və tez başa gələn bir kremdir. Yağımızı ağarana qədər qarışdırıram. Mən həmişə tortlarımda bişmiş kremdən istifadə edirəm. Bu dəfə biraz fərqlilik olsun deyə belə asant elədim. Gördüyünüz kimi yağımız ağardı qarışdırdıqca. Üzərinə 1 qap qatlaşdırılmış süd əlavə edirəm və bunu da yaxşı-yaxşı qarışdırıram. Üzərinə 1 paket vanil əlavə edirəm. Şirniyyatlarda vanili çox sevirəm. Vanillə də bunu yaxşı-yaxşı qarışdırıram.
Artıq kremimiz gördüyünüz kimi hazırdır. Biskvitlərimizi şirə ilə isladıram. Şirəmiz baldır, sudur. Hamısını bir-bir isladıb kremləyirəm. Üzərinə qoz əlavə edirəm. Rəndədən keçirdiyim qozu üzərinə əlavə edirəm. Biskvitimizin içərisinə qoz əlavə etməyimə baxmayaraq, üstünə də əlavə edirəm. Qat-qat hamısını əlavə edəcəm. Hamısını eyni qayda ilə etdim. Gördüyünüz kimi tortumuz artıq hazırdır. Qıraqlarına da biskvitimizin kənarından çıxan biskvitləri ovun talına saldım və bunu qozla qarışdırdım. Kənarlarına bu formada vururam. Bir ədəd pletkanı da su buxarında əridəcəm. Üzərinə vurmaq üçün lazım olacaq mənə. Artıq gördüyünüz kimi şokoladı da əritdim. Su vannasında əritdim. Bunu krem torbasına əlavə edirəm. Və üzərinə bu formada əlavə edirəm cızıqlar ataraq. İstədiyiniz formada üzərini bəzəyə bilərsiniz. Mən də bu formada, sadə formada üzərini bəzədim. Gördüyünüz kimi möhtəşəm görüntüsü oldu. Çox gözəl, dadlı bir tort alındı. Üzərinə də yenə qoz əlavə edirəm. Həm görüntü olaraq gözəl görüksün, həm də qozlu daha dadlı alınır. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Bu da bizim möhtəşəm dadı olan, möhtəşəm görüntüsü olan, qozlu, ballı, kişi idealı tortumuz hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allah'a əmanət olun.